bəs elədiklərinin də cəzasını çəkəcəksən də, onun da cəzası bu şəkildə əsəb çəkməkdir. Mən də deyirəm ki, qoy getsin nə istəyir eləsin. Qoy getsin nə istəyir eləsin, ağzına gələn deyir, onu deyir, bunu eləyir. Qoy eləsin. Elə bilirsən ki, el eləməklə rahatlıqla eləyəcəksən. Xeyr, el eləyəcəksən, bu şəkildə də davam edir. Yoxdur. Nə də bunun dalınca milyon da nə olsa, nə bilim mən bunun dalınca gedən deyiləm. Mən sənə dedim bunu. Ki, nədir, nə deyil. Səni qane eləmirsə, sən də bilərsən. Yəni, mən dediyim bu qədər. Nə demişəmsə, demişəm. Mən Günəş Rəhimova səhhətimlə bağlı yaranan problemlərə görə bir ara mən bu məsələni ictimailəşdirməkdən kənarlaşdım. Bugün qeyd etdiyim kimi 2026-cı ilin yanvar ayının 21-idir və hələ də bir il 7 aydır ki, bu Bizimlə Dəyiş proqramının telelayihə rəhbəri və aparıcısı olan bu xanım internet yayımı üzərindən ödənişsiz qadınları dəyişirik reklamı verib, sonra McDonald's-a mənimsədiyi, uyduruq o müqaviləsi ilə mənimsədiyi, 1 il 7 ayda ödəmədiyi pulumla əlaqəli olaraq hər zaman bunu ictimailəşdirmişəm. Mən bunu söyləmək istəyirəm ki, sən düzənəyini bu şəkildə qurmusan və sənin düzənəyin bu şəkildə olduğuna görə bilirsən ki, sən birinin pulunu geri ödəməyəsən və hüquqa başvuracaq. Səni şikayət edəcək, o uyduruq müqavilə səni mülkiyə götürəcək və sən bu pulu geri ödəməyəcəksən. Mən o pulu sənə McDonald's-da verəndə, sənin yanında, nə də mənim yanında hüquq müstəvisi yox idi. Və sən o pulu çox rahat bir şəkildə məndən aldın. Və o pulu məndən alıncaya qədər gün içində məni 10 dəfə, 15 dəfə zəng eləyirdin. Ki, hamısı məndə burada var. Bunu sən çox gözəl bilirsən ki, mənim əlimdə bunların sübutu var. Məni ictimailəşdirən xanım, Sara Safura xanım, çox dərin təşəkkürümü bildirirəm. Məni ictimailəşdirən, mənim səsimi duyan Səidə xanım Bəkir qızı, Zamiq Quliyev, çox təşəkkür edirəm sizə. Bu insanları videoları qaldırması üçün mənim pulumu verib, ərizə yazdırdığım Xəyal Məmmədov zəng eləyib 147-148 ilə mənim özümə də hətta var, məndə mesajı var, təhdid edərək o videoların qaldırılmasını istəmişsiniz. Mən heç bir zaman, heç bir videomda deməmişəm ki, Rəna Hidayətova Amil qızı mənim üstümə kişiləri göndərib. Xeyr, mənim pulumu verib, ərizəni yazdırdığım hüquqşünaslar məni təhdid etmisən sən. Məni ictimailəşdirən Sara xanımı təhdid etmisən. Sən bunları etdiyin halda durub bu şəkildə danışmaqla çox böyük bir ittiham irəli sürürsən və bilirsən ki, bu insanlar sənin tərəfindən bu şəkildə zəng olunub, xəbərdarlıq olunubdur. Və mən sənə verdiyim pulumu səndən geri istəyirəm. Mən sənin cibinin pulunu səndən istəmirəm. Mən sən deyiləm. Sənin cibindəki pulu mənimsəyəm və ya göz dikəm. Sənin mənim cibimdəki pula göz dikdiyin kimi, mənimsədiyin kimi. O uyduruq müqavilərlə 1 il 7 ayda birinin pulunu verməmək nə deməkdir? Kreditini ödətmək. O pulla ona şərt qoşmaq. Mənim şərtlərim budur, razı gəlirsən budur, razı gəlmirsən budur. Və bu da yetmirmiş kimi, sən nə hoqqa verirsən kənardan səni izləyirəm. Ay insan, sənə verdiyim pulu mən geri istəyirəm. Səni bu fərqindəlik projesinə qatan insanların bundan xəbəri var ki, sən bir jurnalist olaraq ki, jurnalistəm, bilmirəm, nəsən bilmirəm onu da. Ki, jurnalist heç bir özünə təkrar eləyirəm, hörmət eləyən, özünə məsləyinə hörmət eləyən heç bir jurnalist birinin pulunu mənimsəyib, 1 il 7 ayda ödəməyib, mənimsəyib, 147-148 ilə bir də ödəmədiyi insanı şikayət edib ki, getdim cavabını da verdim ki, mən verdiyim Günəş Rəhimova, verdiyim pulumu geri istəyirəm, vermədiyi üçün ictimailəşdirmişəm. Səndən pulumu istəyirəm mən geriyə, mən sənin cibimin pulunu istəmirəm ki, mən bir insan olaraq sənə verdiyim pulumu geri istəyirəm. Sən məndən nə istəyirsən? Sənin olmayan pulun geri qaytarılmaması üçün nə qədər mübarizə verəsən? Və sən bu mübarizəni verdikcə mən də səni ictimailəşdirəm. Qoy bütün xalq səni tanısın. Bütün xalq tanısın ki, Bizimlə Dəyiş proqramının telelayihə rəhbəri və aparıcısı Rəna Hidayətova Amil qızı Günəş Rəhimovanın 1 il 7 ayda pulunu mənimsəyib geri ödəmir. Kreditini ödədir, təhqir eləyir, tənqid eləyir.
Şərt qoşur ona aid olmayan pulla. Ay insan, səndən pulumu geri istəyirəm. Sənin cibinin pulunu deyil, mən öz pulumu, mənə vurduğum bütün maddi mənəvi zərərlərlə birlikdə. Sən bu fərqindəlik projələrinə qatılanda biraz da özündə fərqindəlik yarat ki, birindən pul almısan. 2500 manat 1 il 7 ayda ödəmirsən və kredit ödəmir bu pulun. Bunun bir fərqinə var. Səni bu fərqindəlik projələrinə qatanlar, səni bu projelər, hansısa projelərə qatan, bundan bir xəbərdar olsunlar. Mən səndən pulumu geri istəyirəm və mən sənə bu pulu verəndə təkrar edirəm. Heç bir hüquq müstəfisi yanında yox idi sənin. Nə sənin, nə də mənim. McDonald's məndən o uyduruq müqaviləni bağlayıb bu pulu alıb cibinə qoyanda hüquq müstəfisi yox idi yanında. Sən düzənəyini amma belə qurmusan. Bilirsən ki, pulu ödəməyəndə insanlar səni şikayət eləyəcək və bu məsələ ərəb saçı kimi, saqqız kimi uzanacaq. Mənim pulumu geri ödə. Mənim səndən nə iş var? Sən kimsən ki, mən səndən bu qədər mübarizə aparım? Pulumu geri ver, bu qədər.